Oktyabrski qəsəbəsi, Komi Respublikası, Rusiya Federasiyası. Bura 1943-cü ildə salınıbdır. 1946-cı ildə posyolka statusu alıbdır. Orada kömür mədənləri var idi. Bu kömürü çıxartmaq üçün də orada yaşayış qəsəbəsi tikdilər. Burada da Sovet vaxtında çoxlu qəsəbələrin tikintisində olduğu kimi məhbuslar işlədilirdi. Kömür qəsəbənin iqtisadiyyatının 100%-ni təmin edirdi. Yəni bir qəsəbə tamamilə kömürdən asılı idi. Buranın əhalisinin ən pik sayı 50-ci illərin axırında olub. O vaxtı bu qəsəbədə təxminən 11 min insan yaşayırdı. Buranın qışı çox sərt olur. Burada qışda hava -50 dərəcəyə qədər düşə bilir. Qış burada 8 aydan 10 aya qədər davam edir. Yay isə çox sərin keçir və daha çox yağışlı olur. Hava təxminən müsbət 10-15 dərəcə olur. Ona da yay demək olarsa, yalından qar əriyir, biraz günəş çıxır, vəsə. 1990-cı ildə mədənlər yavaş-yavaş bağlanmağa başladı. Buna da bir neçə səbəb var idi. Ömür tələbatı azalmışdı. Həmçinin ölkədə qeyri-stabillik idi. İnsanlar buranı yavaş-yavaş tərk eləyirdi və təxminən 2010-cu ildən bu yana kimi burada heç kim yaşamır. Bir vaxtlar məktəblər, uşaq bağçaları, mağazalar, iş yerləri olan bir qəsəbədə bu gün heç kim yaşamır.